Sevinç xanım, Bəli. ilk elə istərdim sizinlə başlayım. Bizim yarımçıq cümlələri tamamlama rubrikamız var. Siz səmimi fikirlərinizi rahat şəkildə bizə və izləyicilərimizə səsləndirə bilərsiniz. Başlayaq sizdən. Çəkilişdə elə bir hadisə olub ki, hələ də xatırlayanda mən Gülürəm. nə olub ki? Ay, dedim də. Dedim də. Azad bəy, elə bir mahnı var ki, onu eşidən kimi Elə bir mahnı var ki, onu eşidən kimi qulaqlarımı bağlayıram. Cavit bəy, Bəli. əgər bir gün tamaşaçı mahnımı məndən yaxşı oxusa, mən Çox sevinərəm ki, mənim də mahnımı çox gözəl ifa ediblər. mahnılarınıza qarşı qısqancsınız. Yəni başqa bir ifaçı, yeni nəsil, necə desəm, onu ifa etsə. Yox, qısqanc deyiləm. Düzdür, mahnılarım özüm yazdığım üçün onlar mənim balalarımdır. Ancaq yaxşı ifaçılar ifa etsə niyə də yox? Sevinç xanım, canlandırdığım obrazlardan biri evimə qonaq gəlsəydi, mən Canlandırdığım obrazlar da Bəli, mənim obrazlarım. bəli. Heç yazığım gələrdi. Deyərdi, qızım, gəl, keç, otur, bu sən yeməyin, bu sən içməyin, narahat olma. maraqlıdır. Azad bəy, ən qəribə fanat hədiyyəsi mənə Mənə olub elə bir hədiyyə. qəribə yox. Əslində hər bir hədiyyə məni sevən insan tərəfindən mənə verilən bir hədiyyə. Bu özəl bir də özəl bir hissdir, özəl bir hədiyyədir və deməzdim də belə qəribə bir Biz hədiyyə. konsertdə o qədər hədiyyələr verirdi sənə. Mənə İçində qəribəsi olub. Fərqli Təəccübləndirən və oldu. təəccübləndirən bir hədiyyə yəqin ki olub. qəfildən olan Bəli. hədiyyələr. O belə hədiyyələr oldu ki, mən konsertim gedərkən kimsə götürüb Pipiter'ın suflörün şnurunu qırmışdı. Rusiya telekanallarında çıxış edəndə məni ən çox təəccübləndirən hadisə Ən çox təəccübləndirən hadisə komandanın dəhşətli dərəcədə professional olmağı. Sevinç xanım, makiyaj otağının danışmağa dili olsaydı, mənim haqqımda deyərdi ki, Deyərdi ki, məni unutma, ara sıra məni də yada sal yəqin. maraqlıdır. Azad bəy, səhnəyə çıxmazdan əvvəl mütləq etdiyim bir şey var. O nədir? Səhnəyə çıxmamızdan əvvəl qəhvə içməliyəm Qəhvə içməlisiniz. adətən. Cavit bəy, Bəli. mənim ən gülməli, yəni utanmısınız hadisəm o olub ki, O vaxtı Bakıya təzə keçəndə taksi çağırmışdım və o taksi də nasaz bir maşın gəlmişdi. Məclisə gedirdim və yolun ortasında özüm o maşını smoking dəydim özlə, İtaliyası oldum hətta o dərəcədə belə. O məni utandırmamışdı. Məni utandıran məqam qonaqların yanına gedib çatanda maşın yenidən kodlanmamış, işə düşmürdü Bəli. və taksi şoföri hər kəsin içində mənə deyir ki, qardaş, yenidən itələyə bilərsən.